Deməli müəllimlər, indi biz keçdik artıq 19-cu mövzuya, balığın mexaniki emal texnologiyasına. İndi baxırıq. Bax, burada deyilir ki, balıq çox faydalı və qiymətli ərzaq məhsuludur. Ətinin tərkibində deməli nələr var? Vitaminlər var, minerallar var, mineral maddə, zülal var, yağ var, yağlar var. İnsan orqanizmi üçün faydalı olan çox miqdarda fosfor var. Bax, ətin tərkibində biz bilirik ki, ümumiyyətlə bütün ətlərin tərkibində zülallar var, mineral maddələr var, vitaminlər var, yağlar var, düzdür? Fosfor da var, ətdə də var, toyuq ətində də var fosfor, yumurtanın özündə də var, balıqda da var. Amma baxırıq, bax, karbohidrat ətin tərkibində var, yoxdur, düzdür? Yadımızda saxlayırıq ki, bir dənə karbohidratı biz ətin tərkibində görməyəcəyik. İndi baxırıq, balıq ətinin kalori dəyəri az olduğu üçün onu pəhriz ərzağı da hesab eləmək olar. Bax, balıq ətində, məsəl üçün, hinduşka ətini də biz pəhriz yeməyi kimi hesab eləyə bilərik. Bax, hinduşka ətində xolesterin az olduğu üçün biz onu pəhriz yeməyi kimi götürürük. Amma kalori dəyəri az varsa, bu zaman balığı götürəcəyik pəhriz ərzağı kimi. Bax, bunu da diqqətlə bu cümləyə baxın. Bircə dəqiqə qələmi çıxardım. Bax, burada deyir ki, balıq ətinin kalori dəyəri az olduğu üçün onu pəhriz ərzağı hesab eləmək olar. Amma hinduşka ətində də biz rast gələcəyik. Bax, hinduşka ətində də xolesterin az olduğu üçün biz onu pəhriz qidası hesab edəcəyik. Bax, qeyd etmək lazımdır ki, balıq əti orqanizm tərəfindən yaxşı həzm edilən və tez hazırlanan qida məhsuludur. Yəni ki, bir var əti qoyuruq, şaqqa qaynadırıq, məsəl üçün 2 saata pişir, amma ki, balıq əti tez bir zamanda yumuşaq olduğu üçün pişir. Ona görə də tez həzm olunan qida məhsuludur, həm də tez hazırlanan qida məhsuludur. Bax, balıq təzə və dondurulmuş vəziyyətdə nə edir? Satışa verilir, düzdürmü? Satılır. Donmuş balığı mexaniki emal etməmişdən əvvəl onun donunu açmaq lazımdır. Bu donun açılmasını da 3 formada biz icra eləyə bilərik. Bir, xaldenik soyuducudan çıxardırıq, qoyuruq öz xoduna deyək də, özü qalır, donu açılır. Bir, suda saxlayaraq, yəni ki, suda qoyaraq, yəni ki, onun donunu açmaq lazım olar, aça bilərik. Amma ən yaxşı don açılma üsulu, yadımızda saxlayırıq ki, duzlu suya qoyaraq, duzlu su olan qaba qoyaraq, biz onu tez bir zamanda, yəni ki, donun açılmasına nail ola bilərik. Bunu necə əlaqələndirik? Məsəl üçün, qar yağan zaman maşınlarla yol idarəsi yollara nə səpirdi? Duz səpirdi, düzdür? Çünki o duz buzun ərinməsinə səbəb olurdu. Bunu da belə yadda saxlayırıq ki, ən yaxşı don açılma üsulu balıqda. Onu duzlu suda saxlayaraq tez bir zamanda donun açılmasına gətirib çıxarda bilərik. Bu miq sualı idi həm də. Miqə düşən sualı idi. Bax, balığı mexaniki emal etmək üçün aşağıdakı mətbəx ləvazimatları lazımdır. Bax, mexaniki emal deyəndə müəllimlər, onun üzərində görülən işlərdir. Yadımızda saxlayıb. Bir var mətbəx emalı. Mətbəx emalı deyən zaman onun bişirməyimizdə, amma mexaniki emal deyəndə artıq onun təmizlənməsi, kəsilməsi zadı bunlar nəzərdə tutulur. İndi baxırıq. Bax, deyir ki, mexaniki emal üçün aşağıdakı ləvazimatlar lazımdır. Ləvazimatların da şəkli kitabımızda verilibdir. Bir də baxaq ki, göz yaddaşımızda qalsın. Bax, burada nələr verilibdir müəllimlər? Mətbəx qayçısını veriblər, mətbəx bıçağını veriblər, balıq təmizləyəni veriblər, sütgəç veriblər, bir də veriblər doğrama taxtası. İndi baxırıq balığı təmizləməyə. Bax, balıq təmizləyənin və ya adi sütgəcin köməyi ilə balığı pulcuqlardan təmizləmək olar. Yəni ki, bu balıq təmizləyəndən də istifadə edə bilərik, süzgəcdən də istifadə edə bilərik. Amma əl altında bunlar yoxdursa, biz mətbəx bıçağından istifadə edə bilərik. Bunlar asandır. Bir bu cümlə düşə bilər. Bu hissəyə baxırıq. Bax, deyir ki, balığın pulcuqlarını təmizləyərkən əlin hərəkəti quyruğundan başa tərəf olmalıdır. Necə olmalıdır?
Görürsünüz burada da necə ət təmizləyir. Quyruq hissədən başına tərəf. Deməli, pulcuqların istiqamətinin əks tərəfinə. Biz demişdik taxtanın üzərində tilişkələr yaranarsa hansı istiqamətdə yonmaq lazım idi? Əks istiqamətdə. Burada da yəni ki, balığın da pulcuqları başdan quyruğa doğrudur. Ona görə biz pulcuğun əks istiqamətdə, yəni quyruqdan başa doğru necə başa tərəf istiqamətləndirəcəyik bıçağın istiqamətini və yaxud balıq təmizləyənin istiqamətini. İndi davam eləyirik. Bax, deyir ki, balığın quyruq hissəsindən tutub, bıçağı quyruqdan başa doğru hərəkət etdirmək lazımdır. Pulcuqlardan təmizlənmiş balığın əvvəlcə qarın nahiyəsini kəsirik. Yəni ki, başını, quyruğunu kəsməmişdən əvvəl birinci pulcuqdan təmizlədik, sonra gördüyünüz kimi qarnını yardıq. Öd kisəsini zədələməmək üçün bıçağın köməyi ilə balığın daxili orqanları ehmalca çıxarılır. Bax, öd kisəsini niyə zədələməmək lazımdır? Çünki öd acı dadır da, yəni o balığın tərkibinə dağılarsa içərisinə, o balığın tamında da yəni acılıq ola bilər, dəyişə bilər tamı. Bununla bağlı yadınızda qalsın ki, öd kisəsini zədələməmək şərti ilə bıçağın köməyi ilə balığın daxili orqanlarını pulcuqdan təmizlədik, qarnını yardıq, daxili orqanlarını çıxardıq. Çıxarandan sonra balığın quyruq hissəsi başı kəsilib götürülür. Sonra balığın üzgəçləri, yəni başla quyruq kəsiləndən sonra axırda neyirik? Üzgəçlərini kəsirik. Üzgəçləri də deməli bir əllə tutaraq, burada da yenə quyruqdan başa doğru cəld hərəkətlə dartıb çıxartmaq asan da olur. Mətbəx qayçısı ilə də balığın kiçik üzgəçləri kəsilir. Deməli, mətbəx qayçısından nədə istifadə edirdik? Balığın üzgüçlərinin kəsilməsini. Təmizləndikdən sonra balıq bir neçə dəfə axar suda yuyulur, suyu çəkilənə qədər süzgəçdə saxlanılır. Bax, burada da doğranma prosesi, laylara ayırma göstərilibdir, filet şəklinə salırıq. Burada doğranma prosesi göstərilibdir. İndi davam eləyək. Bax, iri balığı göstərilibdir. İri balıq deməli lay-lay doğranır. Balığı onurğa boyu yarı böldükdə filet alınır. Burada göstərilən filet alınır. Onurğa boyu yarı böldükdə. Deməli, onurğa sümüyü də asanlıqla onu çıxartmaq mümkündür. Balıq deməli adam başına, bircə dəqiqə fikrim yayındı, mesaj gəldi. Bax, burada nədir? Adam başına pay hesabı ilə tikələrə ayrılır. Qızartmaq üçün nəzərdə tutulmuş balıq tikələri enli və ensiz alınması üçün kiçik bucaq altında, deməli qızartmaq üçün enli ensiz alınması üçün kiçik bucaq altında doğranılır. Qaynatma yolu ilə bişiriləcək. Ay Allah.